və 0 yazmaq onsuz mənasızdır da, bu da 0-a çevrilir, bu da yoxa çıxır. Yəni cavab nə olur? 80.800. Hansı halda tezdən bu praktik yoldur. Səndən mərtəbə qiymətlərinin cəmi soruşuldu bu tipli sualında. Sən 8'ləri saxlayırsan, səndən 8 soruşdu. Başqa məsələdə 5 deyər. Onda 5'ləri saxlayacaqsan. Ədəddə olan 5'ləri necə var saxlayacaqsan, digərlərini 0-a çevirəcəksən. Vəssalam. Mərtəbə vahidlərinin cəmi deyəndə isə bu 8'ləri 1-ə çevirirsən, qalanlarını 0-a. Tezdən də beyniniz qarışmasın. Praktik yoldur. Mərtəbə qiymətlərinin cəmi deyəndə, tutaq ki 8 rəqəmlərinin mərtəbə qiymətlərinin cəmi hər hansı bir ədəd verir. Qiymət deyəndə necə var saxlayırsan, həmin rəqəmləri 8-ə 8 kimi saxlayırsan, digərlərini 0-a çevirirsən. Amma mərtəbə vahidlərinin cəmi deyəndə o 8'ləri 1-ə çevirsən, lap 5-də 1-ə çevirsən, 6-da 1-ə çevirsən, mərtəbə vahidləri deyəndə, mərtəbə vahidlərinin cəmi deyəndə. Vahid də vahid. Sən də 1-ə çevir. Vahid 1 demək. Onları 1-ə çevirsən, yenə digərlərini 0-a çevirsən. Yəni necə ki burada hamısı 0-a çevrilmir digərləri, onda da hamısı 0-a çevrilir. Prosta bu 8'lər 1-ə çevrilir. İndi ona aid sual olacaq, onu da göstərəcəm. Bu bunun praktik həllidir güya. Amma məntiqlə həllini onsuz özünüz də edə bilərsiniz.